Ölkədə kiloqramı 11 manatdan başlayan sümüksüz mal əti satılır. Bazarlarda yerli mal ətinin hələ sümüklüsünün kiloqramı 16 manata satıldığı halda xaricdən gətirilən ətin daha ucuz təklif olunması keyfiyyəti və dadı ilə bağlı suallar doğurur. Bu ət nə dərəcədə keyfiyyətlidir? Daha ucuz satılmasının səbəbi nədir? Əməkdaşlarımız mövzunu elə həmin ət məhsulları satılan mağazalardan birində araşdırıb, ətraflı sıradakı sujetdə. Qiymətlər 10 manat 50 qəpikdən başlayır. Sümüksüz tikə ətlər kilosu 10 manat 50 qəpik. Qara tikə, yalnız qara tikə kilosu 12 manata. Əlimdə tutduğum bu ət Ukraynanın qərbindən gəlib və kiloqramı 11 manata təklif olunur. Qaburğa üstü ətdir və sümüksüzdür. Yerli bazarlarda isə bu ətin kiloqramı 18 manata təklif olunur. Maraqlıdır, kiloqramı 11 manata təklif olunan ətin kiloqramı 18 manata təklif olunan ətdən fərqi nədir? Elə bu sualı da ilk alıcılara ünvanladıq. Görünən odur ki, əti alıb keyfiyyətindən razı qalanlar da var. Ucuz ətin şorbası olmaz deyib baha qiymətə yerli heyvanların ətini alanlarda. Qəşəng ətdir, nə olur ki? Tərtəmiz ətdir. Hamısı da indi zavod şəraitində kəsilir, fabrik şəraitində kəsilir, gəlir. Alıb istifadə edirəm, yaxşı keyfiyyətli yeməklər düşür, dolma, sos, aşqarası, nə desən? Bu gün ət gətirirlər, səhər axşam cəmaət gəlir, ət yoxdur. Vallahi, indi bu pis olsun, biri almasın, çox adam alır. Mən almaram. Yəni 5 manat, 6 manat üstə qoyub, məsələn, bizim bu yerli malı ətini alaram. Satıcı Abbas Vəliyev deyir ki, əksinə Ukraynadan gələn ət yerli ətə nisbətən daha şirin olur. Çünki oradakı heyvanlar qarğıdalı ilə qidalanırlar. Kifayət qədər alıcısı olduğunu deyən satıcı ayda 3000 dananın kəsilib ölkəmizə idxal olunduğunu bildirir. Onun sözlərinə görə danalar Ukraynanın Rostoxaç vilayətində yerləşən kənd zonasındakı zavodda qaydalara uyğun və halal şəkildə kəsilir. Dananın qaburğa üstü sümükdən ayrılır. Onun üstü və sinə əti bir yerdə 20-25% yağlılıq dərəcəsində kiloqramı 11 manatdır. 12 manatda satdığımız ət dananın qol hissəsinin ətidir. Onlarda harca 85-90% qara tikədir, 10-15% yağlılıq var. 13 və 14 manata satdığımız ətlər isə boyun və bud hissəsinin ətləridir. Onlar birbaşa tikə ətlərdir, əzələsiz, damarsız, sırf qara tikə. İqtisadçı hesab edir ki, dondurulmuş ət məhsullarının idxalı tənzimləyici faktor rolunu oynayır və yerli təzə ətin daha da bahalaşmasının qarşısını alır. Alıcıların yeni ətə daha çox üstünlük verməsi, onu daha keyfiyyətli hesab etməsi onların fikrincə bu ət həmişə daha baha edir. İdxal isə qiymətləri bazarda tənzimləyir, stabilləşdirir və yeni kəsilmiş ətin daha da bahalaşmasının qarşısını alır. Tutaq ki, biz Monqolistandan və yaxud da daha geniş heyvandarlıq üçün daha geniş imkanlar olan ölkələrdən mala idxal edəndə nisbətən daha ucuz qiymətə ala bilir. Qida mütəxəssisləri əsasən Gürcüstan, Monqolistan və Ukraynadan idxal edilən ət məhsullarının yoxlamalara cəlb olunduğunu və standartlara uyğun gəldiyi təqdirdə satışa çıxarıldığını deyir. Təhlükəsizlik parametrlərə cəlb olunur və təhlükəsizlik parametrləri üzrə laborator analizlərdə uyğun nəticə əldə edildikdən sonra idxal sağlam vaxtı ilə təmin olunur və ölkəmizə gətirilir. Mütəxəssislər deyir ki, dondurulmuş ət məhsulu havanın temperaturu nəzərə alınaraq evə daha yaxın ərazidəki satış məntəqələrindən alınmalıdır ki, ət keyfiyyətini itirməsin. Həmçinin tövsiyə olunur ki, alıcılar aldanmamaları üçün məhsul alarkən onun satışına icazə verilib-verilməməsi və digər sertifikatları ilə də bağlı maraqlansınlar. Sənan Bəhrəmli, Yunis Əhmədli, ATV Xəbər.